Ağdərədə insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib. Baş prokurorluqdan bildirilib ki, Baş Güneypəyə kəndi ərazisində kriminalist və ekspertin iştirakı ilə baxış keçirilib. Hazırda əməkdaşımız Elnur Tofiq də həmin kənddədir. O bizə daha ətraflı məlumatları çatdıracaq. Elnur, söz sizdədir. Bəli, məlumat verildiyi kimi Ağdərə rayonunun Baş Güney kəndində insana aid edilən sümük fraqmentləri aşkarlanıb və biz də AzTV komandası olaraq Baş Güney kəndindəyik və İlkin ehtimallara görə aşkarlanan sümük fraqmentləri bu kənd sakinləri 1992-ci ilin mart ayının 12-sində şəhid olmuş şəxslərdir ki, həmin şəxslərin indi fotoşəkillərini sizə göstərəcəyik. Bax, bu gördüyünüz lövhədə elə kəndin şəhidləri fotoşəkilləri yer alır və ilkin ehtimallara görə, yəni kənd sakinlərinin dediyinə görə fraqmentlərdən biri Novruzov Əsəddin Curu oğluna aiddir. 53 yaşlı şəhidimizin yəni nəşi həmin vaxtı burada dəfn edilib və digəri isə 18 yaşlı Göyüşov Qurban Ramazan oğluna aiddir və hər iki şəhidimiz elə 12-si 3-cü ay 1992-ci ildə şəhid olublar və kənd sakinləri ərazini tapdıqdan sonra, həmin sümük fraqmentlərini tapdıqdan sonra müvafiq qurumlara məlumat veriblər. Baş prokurorluğun və digər qurumların nümayəndələri əraziyə baxış keçiriblər və ilkin ehtimala görə, əslində bunların hamısı ehtimallardır, Göyüşov Qurban Ramazan oğluna aid sümük nümunələri artıq ərazidən götürülüb. Sabah isə artıq burada Baş prokurorluğun nümayəndələri və müvafiq qurumların nümayəndələri çalışacaqlar. Çünki ehtimal olunan ikinci şəxsə, yəni Novruzov Əsəddin Curu oğluna artıq aid fraqmentlər isə daşların altında, uçmuş daşların altında qaldığından sabahları burada iş aparılacaq. Əlbəttə, bütün bunlar hamısı ehtimallardır. Bayaq bildirdiyim kimi nümunələr Göyüşov Qurban Ramazan oğluna aid edilməsi ehtimal edilən nümunələr götürülüb və digər yəni sümük fraqmentləri də ərazidən ekskumasiya olunacaq və eyniləşdirmə prosesindən sonra, yəni artıq laborator analizlərin cavabından sonra həmin sümük fraqmentlərinin kimlərə aid olduğu məlum olacaq. Bayaq qeyd etdiyim kimi bir daha təkrarən vurğulamaq istəyirəm ki, 1992-ci ilin mart ayının 12-sində Baş Güney kəndi ərazisində bu iki şəxsin şəhid olduğu bildirilir kənd sakinləri tərəfindən və həmin şəxslər ərazidə çox güclü döyüşlər getdiyindən, yəni ermənilərin işğal altına düşdüyündən kənd belə deyək, körtəbii şəkildə dəfn olunmuşlar kənd ərazisində və həmin əraziyə biz getmirik. Bayaq bildirdiyim kimi sabah artıq Baş prokurorluğun əməkdaşları ərazidə olacaqlar. Mənim çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk.